şəxsi tikili evimizin təqdimata gəlmişik. Yerləşmə yeri binə, qala. Tam asfaltın üstündə dövlət suyu var, qaz var, işıq var. Qaz daha doğrusu alan adamın adına qoyulacaq. Amma işıqla dövlət suyu var. 2 sotdadır. Belə bir şəxsi tikili evdir. Yerdən də kürsülüdür. Arsa 6-7 daş kürsülüdür. Padvalı girişdə var. Qoşa daşla tikilmiş evdir. Həyətə də 2 maşın rahat yerləşir. Evin tam arxası asfalt. Yəni birbaşa asfaltın üstündədir. Evin daxili ilə sizi tanış edirəm. Şambo sistemidir. Ambarı şambodur. Yəni mərkəzi kanalizasiya yoxdur burada. Bakı gidrafonuna qədər hər bir şey var. İndi daxil olaq. Evin daxili interyeri ilə də sizləri tanış eləyək. Koridor sistemidir. Cildi bir koridor. Sağda mətbəx. Mətbəx mebeli qalır. Hətta bu gördüyünüz bişmiş ağlaydı. Bunlarla evin tini, pəncərənin qıraqları hamısı vurulub tam təhvil veriləcək. Evdə nə görsüz qalır. Evin satış qiyməti 46 mindir. Qoşadaşını tikilib. Burada sanitar qovşağımızdır. Bu bir yataq otağı. Əşyalar gördüyünüz bütün əşyalar qalır. Və yenə qeyd edirəm 46 min. Bu qonaq otağımızdır. Buradakı əşyalar da qalır. Kondisionerdən belə hamısı qalır. Və bir dənə də yataq otağımız buradadır. Aboylarına hamısı vurulub 46 min. Binə qalada. Tələsin.